Sual 23. Müxtəlif cisimlərin hərəkət tənlikləri verilmişdir. X oxun əksi istiqamətində hərəkət edən cisimlərin hərəkət tənlikləri hansıdır? Aydındır ki, cismin X-in əksi istiqamətində hərəkət etməsi üçün onun başlanğıc sürəti, əgər düz xətti bərabər sürətli hərəkətsə ilə öz sürəti, proyeksiyası mənfi olmalıdır. Və bu anlama görə də istifadə edə bilərik. Birincidə x bərabərdir -6 minus 6t. Aydın ki, bu bərabər sürətli hərəkətdir. -6 başlanğıc koordinatdır. Birinci -6t-nin qarşısında duran -6 isə onun sürətidir. Aydındır ki, burada birincidə v1x kiçikdir, bərabərdir -6, kiçikdir 0. Yəni birinci cisimdə x-in əksi istiqamətində hərəkət eləyir. Bu birinci hal. İkincidə yenə də başlanğıc koordinat yoxdur, amma sürət -1-dir. İkinci üçündə deyə bilərik ki, -1-ə bərabər olduğu üçün, 0-dan kiçik olduğu üçün yenə x-in əksinə hərəkət edir. Üçüncü halda başlanğıc sürəti bərabər sürətli hərəkətdir. Sürəti v3x 12-dir. Bu böyük 0-dan. Üçüncü halda x istiqamətində hərəkət edir. Dördüncü halda yenə də siz görürsünüz ki, v4x, yəni dördüncü halda dördüncü cisimin sürəti -5-dir. Yenə də o proyeksiyası mənfi olduğu üçün x-in əksinə yönəlmişdir. Nəhayət 5-ci halda v5x 5-ə bərabərdir. O da 0-dan böyükdür, yəni x boyunca yönəlmişdir. Buradan göründüyü kimi birinci, ikinci, dördüncü cisimlər x-in əksinə, üçüncü və beşinci cisimlər isə x istiqamətində hərəkət edirlər. Deməli, düzgün cavab 1, 2, 4 A variantıdır.